Kursumuza qoşulmaq istəyənlər üçün şərtləri və mövzuları bir daha təkrar eləmək istəyirəm. Kimlər qoşula bilər? Yəni bu videonu sona qədər izləsinlər. Çünki yazanların əksəriyyəti nə şərtləri, nə mövzuları oxumurlar. Bilmirəm, ya diqqətsizlik eləyirlər, ya da səbirləri çatmır oxumağa. Halbuki hər kursla bağlı paylaşımın altında mövzular və şərtlər qeyd olunub. Yenə də diqqətlə onu oxuyarsınız. İlk öyrətdiyimiz texniki analiz, dəstək dirənclər və s. dönüş paternləri, bazarın işləmə mexanikası, işləmə qaydası, Fibonacci səviyyələrinin tam fərqli istifadə qaydaları, hansını ki, heç yerdə nə oxuyacaqsınız, nə də görəcəksiniz. Psixologiya mövzusu çox önəmli bir mövzudur. Bunu yəni çox belə ətraflı şəkildə izah edirəm. Yəni zərər edərkən, hətta qazanc əldə edərkən həm sevinç hisslərini, həm də qəzəb hisslərinin idarə olunması, büdcənin idarə olunması və s. çox faydalı məlumatlar, yəni həm bicliklər, müəyyən biclikləri öyrədirəm, həm müəyyən fəndləri, yəni öyrədirəm ki, bazarda sizə qurulan tələyə, tora düşməyəsiniz. Kursa qoşulanlar hazırladığım M3 dəstək və direnç indikatorunu əldə edəcəklər, yəni sonra onu istifadə edəcəklər, çox köməyinizə gələcək, işinizi asanlaşdıracaq.